Salam uşaqlar. Salam müəllim. Necəsiz, yaxşısınız? Bəli. Deməli, uşaqlar, bu günləri dərsimiz byte bit məsələləri olacaq. Düzdür? Simvoldan belə deyək, həcmlərə də, bytelara, bitlərə keçiriləcək. İndi uşaqlar, burada biz 5 dənə söz yazmışıq. Deməli, adları, yəni uşaqların adları yazılıb. İndi birinci yazılıb Ayan. Buyursun Ayan. Aha. Deməli Ayan qızım. Burada yazılıb ki, Ayan əlasıdır. Necə olacaq? Qələm orada da. Götür. Aha, sayırsan simvolları. Aha, 14 simvol neçə byte olacaq? 14 byte'dır, bəli, düz yazdın. 112 bit olacaq. Əhsən. Əla. Əyləş. Sonra növbəti şimdi. Neçə simvol oldu? 28. Əhsən. Simvol neçə byte'dır? Elə sı yaz, bilinəcək simvol. Aha. Bərabərdir yaz, bilindi. Bərabərdir 28 byte. Aha, byte, əhsən. Və neçə bitdir? 224. 224. Hardan tapdıq? 8-ə vururuq. Byte'ı 8-ə vururuq. Aha. Aha. Əyləş, sonra. Nə qədər oldu? Tələsmə, nə qədər oldu? 33 simvol, aha. Bərabərdir. Elə sim yazdım, bəs eləyər. Bərabərdir, aha. 33, nə? Byte, əhsən. Bərabərdir. 64 bit, əhsən. Sonra neçə bitdir? Əhsən, 200 bit, əhsən. Bu yazdım, bəs eləyir, aha. Əhsən. Sonra bərabərdir. 33 simvol 33 byte'dır. Eyni, yəni nə qədər simvolsa o qədər byte var. Bit. Aydındır. Uşaqlar, başa düşdünüz? Deməli uşaqlar, bir-iki dənə sual vermək istəyirəm. Görüm nətər öyrənibsiz. 1 kilobaytımız neçə byte'dır? Aha, buyur Nisə. 1 kilobaytımız 1024 byte'dır. Əhsən. Sonra sualımız 1 byte'ımız neçə bitdir? Aha, buyur Aysun. 1 byte'ımız 8 bitdir. Aha. Sonra növbəti sualımız. İnformatika sözündə neçə bit byte var? Buyur. Bit byte var. İnformasiya sözü
11 sözdən ibarətdir. Aha. 11 söz 11 baytdır. 11-də 8-ə vuranı 88. Əhsən, əhsən. Yaxşı uşaqlar, sağ olun.